Muhammed Xəlil Hərras eşitmiş Emil, vasitiyyən şərh edən Muhammed Xəlil Hərras, Allah rəhmət eləsin, Əzhar Universitetini qutarır. Dəvət və Usulüddin fakültəsini. İxtisası məntiq olur, fəlsəfə, kəlam elmi. İxtisasıdır. Qutarır Əzharı bu fakültədə, Usulüddin, Dəvət və Usulüddin fakültəsini. Sonra doktoraya nail olmaq üçün risalə yazmalıdır, risalə təqdim edirsən. Yox. Bu məşvərət eləyir. Adətən risalə yazanlar məşvərət eləyirlər. Nə yazaq, hansı mövzuda filan. Buna deyirlər ki, bir nəfər var, yuqalu ləhu İbn Teymiyyə. Adı İbn Teymiyədir, İbn Teymiyyə deyirlər ona. Sənin ixtisasının düşmənidir, deyir. Məntiqin, kəlam elminin, fəlsəfənin düşmənidir. Bəlkə elə ona rədd yazasan risaləndə. Yəni, risalə bu olsun. Həm də deyir, öz ixtisasını müdafiə etmiş olarsan. Və sevinir. Kimdir o görəsən? Düşmən. Mənim ixtisasımın düşməni. Məntiqin düşmənidir deyirlər. Fəlsəfənin düşmənidir. Və deyir, ona kimi deyir, haqqında heç nə eşitməmişdim, deyir. Oturur, yığır, sən indi risalə yazırsan, bütün kitablarını yığmalısan şəxsin. O adama rədd edirsənsə, kitablarını cəm etməlisən, deyir. O vaxtda Qahirədə şeyxin kitabları az idi. Sonradan olan kimi deyildi. Və deyir, bütün kitablarını yığdım, 3 ay oxudum, diras elədim, deyir, kitablarını deyir. Diras elədim, 3 ay oxudum, dedim ki, özümə, sən demə bu günə qədər həqiqi elmdən payım yoxdur, deyir. Elm deyil, yəni. Və şeyx sələfi olur. Və vasitiyyən şərh eləyir. Aqidə vasitiyyəni, İbn Teymiyyəni. Nə demək istəyirəm, şəhid hissəsi? Deyir, bu günə qədər mənə bəyan oldu ki, həqiqi elm Allah və Rəsulunun dedikləridir. Bu elm deyil, bu elm sayılmır, yəni bizim bu başvurduğumuz. Ona görə fikir versəniz, əksər kəlam elmi ilə məşğul olan alimlər, əvvəlcə qədimdə olan və sonradan gələnlər, imamlar, böyüklər, onlar ömürlərinin axırında peşman olublar həyatda tutduqları yola. Peşman olublar. Ölüm ayağında peşman olub, qayıdıb elə sözlər deyiblər ki, vallahi, kəş ki məşğul olmazdım, kəş ki filan. Həqiqi elm Allah Rəsulunun dediyi elmdir. Biz də ondan heç nə götürməmişik. Yəni, boş-boş vaxtımızı itirmişik.